çox gücləndirdi. 12 transfer etdi. Nur şəhərinin təmsilçisi, hədəf çempionluqdur, görək. Mingəçevir hədəfinə çata biləcəkmi? Və start fiti eşitdik. Mingəçevir Zaqatala matçı başladı. Elçin qarşılayır. Asim Elçin üzərinə gedir. Cərimə meydançasına Asim qapıya zərbə uzaq. Küncü düşündü ancaq Rəhim Asman top havalandırdı. Uğursuz. Kenneth Kalunga kənarından aralandı. Kalunga cərimə meydançasınadır. Kenneth Kalunga ötürmə baş zərbəsi hədəfdən yayını Qabil Əlizadə. Kenneth Kalunga kənan qarşıladı. Fuad dəstəyə gəldi. Kalunga'nın zərbəsi qapçıdan inanılmaz seyf. Cərimə xətti üzərində cəmləşib hər iki komandanın futbolçuları. Qabil topu havalandırır. Baş zərbəsi qapçı yerindədir. Əkbər Eyyubov idi. Zərbəni indirən futbolçu Mingəçevirdə. Rəhim Osman Cəfərli. Ötürmə Kalunga istiqamətində. Kalunga təkdir irəlidə. Kalunga aralandı. Kalunga qol vəziyyəti bu dəfə də alınmadı. Top qapçının üzərinə getdi. Davud Şabanov. Ötürmə etməyə imkan tapdı Rəhim Osman. Qapıya zərbə. Davud Şabanov. İkinci cəhd. Davud komandasını qolda xilas etdi. Hücum davam edir. Vüsalın zərbəsi bloklandı. Bahadur Əziyev qapıya vurur. Top çərçivədən yayındı. Cərimə meydançasına daxil oldu. Zərbə vurmaq istəyir Habibu. Roynin zərbəsi. Təkrar zərbə Mahmuddan qapçı Orxan Sadıqlı. Hücum davam edir. Baş zərbəsi. Top qapının yanından keçdi. Kenneth Kalunga. Habibu xəyalın üzərinə yeriyir. Mərkəzə Roynin zərbəsi. Orxan Sadıqlı. Təkrar zərbə. Orxan Sadıqlı. Bu necə seyv idi? Bahadur Əziyev. Cərimə meydançasıdır Bahadur. Zərbə üçün imkan axtarır. Əla ötürmə. Nurlan Novruzov. Yaxın küncə ancaq hədəfdən yayını Nurlan Novruzov. Növbəti qol vəziyyəti Mingəçevirdən. Hava ötürməsi. Kalunga. Aşırma zərbə Bahadur Əziyev. Cinahda indi kimsə tapacaq mı? Bahadur top havalandırır. Zərbə vurmağa imkan tapdı. Amil qapçı yerindəydi. Sərxan Abdullayev. Sərxan qapıya vurur. Habib Abdurəşid. Sol cinahda boşluq var. Mətin Qəhrəmani. Qol vəziyyəti. Mətin Qəhrəmani. Top hədəfdən yayındı. Və İslam Məmmədovun final fiti. Maç yekunlaşdı. Mingəçevir Zaqatalanın müqavimətini qıra bilmədi. Beləliklə Mingəçevir komandası